Bizlər üçün də çox maraqlı olar ki, Bəli. bu insan neynəməlidir, necə seçməlidir Bəli. maşını, düzgün seçməlidir. Çox vacibdir bu. Bəli. Burada çünki az puldan rol getmir, yəni. Və millət üçün bu milli problemdir bu. Bizim illik ixalatımız 3 milyarda gəlib. Dərk edə bilirlərmi ki 3 milyard nə deməkdir? Bilirlərmi 3 milyard nə deməkdir? Bilmirlər axı. Getsinlər bizim büdcəmizə baxsınlar. Getsinlər bizim deməli əgər ki bu minvalla getsək, neft fondu bəs eləməyəcək bizim rasxodlarımızı bağlamağa. Bu qədər, yəni bütün millətin sərvəti, çox üzr istəyirəm, 2-3 qədəgüdən əlində ola bilməz axı. Bu ağla qaranın savaşıdır. Bu nətər deyim, iqtisadiyyatla, kasıbçılıqla zənginliyin savaşıdır. Mən nə deyirəm? Mən deyirəm ki, gəlin özümüzə düzgün bir model seçək. Gəlin biz onun istehsalına başlayaq. Bamperini düzəldin. Bari bir nəsə bir şey düzəlsin. Qardaş, ehtiyac var özdə. Əlbəttə ki var. Niyə yekə danışırsınız? Niyə yekə danışırsınız? Əslində qəşəng bir biznesdə çıxarır, yaxşı bir fikirdir. Baxın, deyirlər ölkədə iş yoxdur. 3 milyardlıq sizə abrot deyirəm da. 3 milyardın 1 milyonunu tutun, 2 milyonunu tutun, 3 milyonunu tutun. Eləməzlər. Bilirsiniz niyə görə eləməzlər? Yaxşı şərh yaza bilirlər. Bədbəxtlər və bu cür insanların ucbatından ölkə uçuruma gedir. Yəni ki, bu kütlə nə qədər kütdürsə, o seçim deyirəm ha, seçim üçün sən gərək azımcanca başa düşəsən. Analitik seçim qabiliyyətin olmalıdır, iradən olmalıdır və xidmətkar olmalısan. Siz bugün xidmətkarlıq edirsiniz. Siz mənə, sizin işiniz çoxdur, mənim işim çoxdur. Amma mən sizə görə gəlirəm, siz mənə görə. Biz kim üçün gəlirik? Düşünənlər üçün. Bugün bu videoya baxanlar papağan qoyub qabağına düşünəcəklər. Düzdür? Bir dənə fikir verin, mən bir nəfərə maşın satmadım. Gələrəm bura, sizə mən maşın təklif elədim mi? Yox. Əslində deyə bilərdim, düzdür? Zərrə ilişmədim sizə. Sizin heç bir seçimimizdə sadəcə dedim ki, qardaş, bunu seçsən, məsələn, o gün mən sizə təqribən aramızdakı danışma 1 saat oldu, düzdür? Oldu. Bu danışıqlarımı sizə dedim mi? Yox. Demədim. Düzdür? Bunu özəlliklə bura saxlamışdım. Çünki mən xalqımı çox gözəl tanıyıram, şərh yazanları çox gözəl tanıyıram, millətimi, nə bilim, bu işlə məşğul olanları çox gözəl tanıyıram və mən deyirəm ki, gəlin yaradaq. Baxın, çox gülməli bir şey çıxacaq. Statistik olaraq deyirəm sizə, sizcə Azərbaycanda ikitəkərli nəqliyyat vasitələrinin statistikasında sizcə nə qədər önəm daşıyır Azərbaycanda velosiped, motosiklet? Son vaxtlar çoxalıblar əslində. Yox, faiz olaraq deyin ki, məsələn, ümumi bazarın tutaq ki, 1%, 2%, 3%, 5%. Çətinlik çəkərəm vəbşə. Mən sizə deyim, bugünkü gün hesablayanda nömrəli nömrəsiz hardasa ümumi bazarın təqribən 3%-dir. Nömrəli nömrəsiz. 3%. Nömrəli nömrəsiz. Yəni təqribən 50 minə qədər skuter, velosiped, motosikletimiz var. Nömrəli nömrəsiz. Qeydiyyatda olan azdır. Nömrəli azdır. Buna da səbəb bu skuterların çatdırılma ilə bağlı dəstəyi oldu. Bu pandemiya vaxtında bu inkişaf elədi.